Bir əməl olmadan ahirətə ümid bəslənmir. Bir nəfər gəlir, Həzrətdən mucize istəyir. Qal əleyhissalam lirəculin səələhu ən ya'izəh. Bir kişi gəlir, Həzrətdən mucize istəyir, Həzrət də buyurur. La təkun mimmən yərcül axirətə bi qayril əməl. Əməlsiz axirət ümidində olanlardan olma. Salih əməllər olmadan axirətə ümid bəsləyənlərdən olma. La təkun mimmən yərcül axirətə bi qayril əməl. Əməl yoxdur. Namaz yox, oruc yox, itaət, ibadət yoxdur. Əməl etmir. Amma deyir ki, mən cənnətə gedəcəm. Ümid bəs, Allah kərimdir, qəlbim təmizdir. Bax, bu cür sözlərlə ümid bəsləyir. Həzrət bu cür insanlara səslənir. Deyir, əməl olmadan ahirətə ümid bəsləməyir. Orada yaxşı olacaq. Heç bir qaranlıq yoxdur. Gərək burada əməlin ola. Gərək burada salih əməllər, işlər görəsən ki, ahirətin abad ola. O adamlardan olma ki, əməl etmirlər, amma ümid bəsləyiblər. Allah kərimdir, yaxşı olacaq, bu cür olacaq, Allah bağışlayandır və s. bu sözlərlə özlərini aldadırlar.